Son illərdə sosial şəbəkələrdə barəsində saxta məlumatlar yayılan Uğur 777 Estetik Klinika Mərkəzi məsələyə yenidən münasibət bildirib. Klinika rəhbərliyindən pul tələb olunub, lakin o bunu vermədiyindən belə xəbərləri həmin nümayəndələr media işçiləri ilə əlbir olaraq yaymaqda davam edirlər. Bu sözləri Patrul Azı açıqlamasında Uğur 777 Estetik Klinika Mərkəzinin İctimai Əlaqələr Şöbəsinin rəhbəri Fatimə Mahmudova deyib. Onun sözlərinə görə bəzi internet resurslarında yayılan sifarişli xəbərlər klinikanın hər kəs üçün əlçatan qiymətlərlə xidmət göstərməsindən narahat olan şəxslərin göstərişi ilə yayımlanır. Günləri müəyyən saytlar var ki, sosial şəbəkələrdə bizim estetik mərkəz haqqında dezinformasiyalar işıqlandırırlar. Yəni bir ay yarım öncə işıqlandırdıqları dezinformasiyanı yeniləyirlər. O yeniləməkdə səbəb odur ki, bizim klinikanın rəhbərliyindən müəyyən məbləğdə pul tələb eləmişdilər. Klinikanın rəhbəri onların istədiyi məbləği, onların qoyduğu tələbi yerinə yetirmədiklərinə görə informasiyanı yeniləyib və bizim mərkəzi gözdən salmaq istəyirlər. Yəni ən azından bu sarı medianın nümayəndələri deyək. Çünki mən onlara ali təhsilli media nümayəndələri deyə bilmərəm. Çünki onların iş fəaliyyəti məlumdur ki, ancaq şantaj xarakterli informasiyalar yayırlar ki, bu da həm bizə, həm dövlətimizə xələl gətirən informasiyalardır. Ona görə mən onları media işçisi kimi adlandıra bilmərəm. Bu informasiya yaymaqlarda məqsədləri ondan ibarətdir ki, sifarişli informasiyalar yayırlar. Başqa klinika rəhbərləri bizim rəhbərliyə müraciət eləmişdi. Burada gedən prosedurların aşağı qiymətdə olmağı ilə bağlı ki, bu qiymətləri siz də biraz yüksək məbləğdə eləyin. Çünki başqa klinikalara gedən pasientlərin axınının bizim mərkəzə olduğuna görə biz də razılaşmamışıq. Çünki biz orta təbəqənin insanları ilə çalışdığımıza görə biz onların verdiyi təkliflə razılaşmamışıq. Onlar da bu sarı medianın, dırnaqarası medianın deyək ki, nümayəndələri ilə əlbir olaraq müəyyən nəylərinsə qarşılığında dezinformasiyalar yayırlar. Bununla da bağlı biz dövlət orqanlarına onsuz da müraciət etmişik. Hal-hazırda araşdırmalar davam edir. Yəni bu gedən informasiyalarla bağlı bir daha xalqımızı belə informasiyalara inanmamağa çağırıram. Qeyd edək ki, Uğur 777 Estetik Klinika Mərkəzi Qurban Bayramı münasibəti ilə 15 may tarixinədək bütün estetik prosedurlar üzrə xüsusi endirim kampaniyası elan edib. Klinika 18 yaşdan yuxarı bütün xanımları bu fürsətdən yararlanmağa dəvət edir. Eyni zamanda qazi və şəhid ailələri üçün xidmətlər tamamilə ödənişsiz şəkildə təqdim olunacaq. Gözəlləşmək istəyirsinizsə tələsin. Uğur Estetik Klinika Mərkəzinin bayrama özəl endirim kampaniyasından siz də faydalanın. Gülbəniz Səfərova, Patrul Az. Bir də xatırlatmaq istəyirəm ki, bu gün bizim Uğur Estetik Mərkəzinin Qurban Bayramına özəl əvvəlcədən bütün xalqımızı təbrik edirəm və bu bayram münasibəti ilə bütün prosedurlara endirimlər olunacaq. Ayın 15-nə kimi şəhid ailələrinə, qazi ailələrinə istədikləri prosedurları rəhbəri tərəfindən tam təmənnasız şəkildə icra olunacaq. Qalan xanımlarımız, bütün xanımlarımız, yaş fərqi yoxdur. 18 yaşından yuxarı bütün xanımlarımızı klinikamıza dəvət edirik. Bu endirim kampaniyamızdan yararlanmağımızı sizə tövsiyə edirəm.